Xızı rayonu Azərbaycanın şimal-şərq hissəsində yerləşir. 1991-ci ildə rayon statusu alan Xızı rayonu coğrafi mövqeyinə görə dağlıq zonadan və dənizkənarı ərazidən ibarətdir. Rayonu iki hissəyə bölmək olar. Dənizkənarı və dağlıq hissə. Dənizkənarı kənd və qəsəbələr Giləzi qəsəbəsi, Şırabad qəsəbəsi, Yeni Yaşma kəndi və Şitalçay kəndləridir. Dağlıq hissədə isə Xızı şəhəri, Tıxlı kəndi, Ağdərə kəndi, Xələnc kəndi, Fındığan kəndi, Baxşılı kəndi, Altı Ağac qəsəbəsi, Qızıl Qazma kəndi, Yarımcı kəndləri yerləşir. Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülüb. Rayon şərqdən Xəzər dənizinə qovuşur. Ümumilikdə isə Xızı rayonu Qobustan, Şamaxı, Siyəzən və Quba rayonları ilə həmsərhəddir. Ən səfalı köşələrimizdən biri olan Altağac qəsəbəsi Xızı rayonunda yerləşir. Zəngin təbiəti, fauna və florası, qədim tarixi, rəngarəng folklor və etnoqrafiyası olan Xızı tarix və təbiət muzeyidir. Dağları, dərələri, yamacları, qayaları, çay və bulaqları sanki təbiət muzeyinin eksponatlarıdır. Azərbaycanın görkəmli yazıçısı və dramaturqu Cəfər Cabbarlı, dövrünün yüksək bədii dəyərə malik böyük şairi Mikail Müşfiq, ədəbiyyatşünas alim Məmməd Arif, xalq şairi Cabir Novruz və sair kimi şəxsiyyətlər də məhz bu torpağın yetirməsidir.